da ağ günə çıxır. Əslində buna bahar havasında operativ olasınız. Ona görə də elə indicə telefonu götürüb bizə yazın. Davam edirik. Növbəti xəbərimiz Suraxan rayonundandır. Rayonun ən böyük qəsəbələrindən biri Qaraçuxur, görülən işlərin fonunda ağ günə çıxır. Əslində buna bahar hazırlığı da deyirlər, lakin işlər daha geniş miqyaslıdır. Qeyri-yaşayış obyektlərinin fasadlarından tutmuş, yollara qədər hər şey yenilənir. Eyni zamanda qəsəbədə yaşıllıq zolağının artırılması istiqamətində də işlər görülür. Həmkarım Mirçingiz Ağayev Qaraçuxur qəsəbəsinin abadlaşması prosesini müşahidə edib. Uzun illərdir bu günü gözləyən sakinlərlə də həmsöhbət olub. Suraxanada geniş miqyasda abadlıq və təmizlik işlərinə başlanılıb. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalyev küçəsində abadlıq tədbirləri çərçivəsində küçələrin görünüşünün yaxşılaşdırılması üçün yol kənarındakı qeyri-yaşayış obyektlərinin fasadları təmir olunur və yenidən qurulur. Çardaq və standartlara uyğun olmayan reklam konstruksiyaları isə sökülür. Şəhidimizin adını daşıyan Əhməd Mehbalyev küçəsində quruculuq abadlıq işləri ölkə başçımızın tapşırığına uyğun olaraq həyata keçirilir. Burada deməli ilk növbədə ağaçların yuyulmasından budanması, yeni səkilərin salınması, asfalt örtüyünün çəkilməsi, binaların fasadlarının yenilənməsi, ağlaylı binaların cilalanması, yəni mövcud vəziyyətdə nə mümkünsə bütün məsələlər bu küçədə öz əksini tapır. Bakı şəhərinin ən nümunəvi küçələrindən biri kimi əhalinin istifadəsinə veriləcəkdir. Sakinlər tərəfindən zəbt olunaraq pərakəndə vəziyyətdə salınan sahələr sökülür, ağaclar yuyulur və budanır. Həmçinin onlara aqrotexniki qulluq göstərilir. Kol-kos təmizlənir və ərazi səliqəli vəziyyətə getirilir. Möhtərəm prezidentimiz İlham Əliyevin və Mehriban xanımın Respublikada quruculuq işləri təşəbbüsünə bütün Respublika qoşulub. O cümlədən Suraxanı rayonunda. Bu gördüyünüz kimi böyük abadlıq işləri gedir. Binaların fasadlarının rəhlənməsi, yolların qırağındakı səkilərin təmir olunması, eyni zamanda əkillər, ağaçların budanması işləri keyfiyyəti həyata keçirirlər. Bizim Suraxanı rayonunda Ali Başkanımızın, Cənab Prezidentimizin təşəbbüsünə qarışaraq, qoşularaq abadlıq işləri aparılır. Çox gözəldir, hər şey normal. Qaraçuxurun bu cürə gözəlləşməsinə, bu cürə yolların, ağaçların, hər bir şeyin səliqə səhmanına görə Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Necə ki 44 günlükdə ordumuz Cənab Prezidentin əhatəsində dəmir yumruq kimi birləşdi, elə də bugün Azərbaycan xalqı həqiqətən də bu təmizlik, bu gözəlləşmə uğrunda Cənab Prezidentin əhatəsində biz həmişə varıq. İşlər o qədər gözəldir, hər tərəfli qəsəbənin gözəlliyi, abadlığı üçün bu vacib işidir. Ona görə də minnətdarlıq eləyirik bu işləri görənə, ilk növbədə dövlətimizin başçısına. Çünki dövlətin siyasətidir bu xalqın, əhalinin güzaranının yaxşılaşdırılması, yaşayış məntəqələrinin abadlaşdırılması dövlət başçımızın siyasətinin əsas hissələrindən biridir. Ona görə də təşəkkürümüzü bildiririk. Ölkə başçısına, Cənab İlham Əliyevə minnətdarlığımızı bir daha bildiririk. Çoxmərtəbəli yaşayış binalarının fasadları da suvanaraq rənglənir. Məhəllələrdə təmizlik işləri aparılır, ətrafdakı hasarlar yuyularaq rənglənir. Qeyd edək ki, vətəndaşların maneəsiz gediş-gəlişini təmin edilməsi üçün piyada səkiləri təmir olunur, yeni bordürlər düzülür, eləcə də işıq dirəkləri və qaz boruları rənglənir. Xatırladaq ki, abadlıq işlərinin bir həftə ərzində yekunlaşdırılması nəzərdə tutulur. Mirçingiz Ağayev, Hüseyin Bağırov, Real. Gəncə şəhər Baş Polis İdarəsinin əmək